hazırki dövrdə biz çalışmalıyıq Qarabağdakı inkişafı bir başqa cürə təqdim edək. Yəni misal üçün deyək də, bu günləri Azərbaycan bölgələri ilə bağlı baxsaq xəbər axınına, əsasən hətta mən hesablamada aparmışam, 92%-ə yaxın kriminal və hadisələrlə bağlı xəbərlərdir. Yəni bu böyük üstünlük təşkil edir. Harada qəza baş verir, harada yəni hadisələrlə bağlı xəbərlərdir. Amma hesab edirəm ki, Qarabağla bağlı belə yanaşma olmalı deyil. Çünki Qarabağa bu qədər investisiya yatırılır, orada bu qədər insan köçür öz ata-baba yurduna, o qədər orada iqtisadi aktivlik baş verir artıq və hesab edirəm ki, orada biz xəbər axınını başqa istiqamətə qurmalıyıq. Təəssüf ki, bir sıra halda yenə görürəm ki, misal üçün harasa avtomobil qəzası oldu Qarabağda. Amma o da xəbərdir yəni. Onlar da xəbərdir, yəni onlar bəzi günlərdə onlar daha çox üstünlük təşkil edir. Ancaq belə olmalı deyil. Biz çalışmalıyıq ki, oradan məhz dirçəlməsi ilə bağlı xəbərləri yaymayaq. Və burada əsas məqam nədir? Mən düşünürəm ki, bizim Qarabağda peşəkar jurnalistlərimiz olmalıdır. Razılaşaq ki, bu günlər jurnalistlərin mütləq hissələri Bakıda otururlar, Bakıdan ezam olunurlar Qarabağa və qayıdırlar. Bununla keyfiyyətli iş qurmaq çətindir bir qədər. Çünki adam gərək yerində yaşasın ki, orada qalsın ki, oradakı imkanlar daha yaxşı olsun, real vəziyyət görsün. Ona görə düşünürəm ki, növbəti mərhələdə Qarabağda peşəkar jurnalistlərin daha çox olması olduqca vacibdir. Yəni burada biz onun üçün nə etməliyik? Kadr hazırlığı olmalıdır. Yəni bu gün kim hazırlanmalıdır? Neçə il təcrübəniz var? Kadrı açığı biz də hazırlayırıq. Yəni siz də hazırlayırsınız. Biz də hazırlayırıq və bu işi daha da genişləndirmək lazımdır. Bu işə tək media üzünə yox, digər qurumlar da dəstək verməlidirlər ki, bizim Qarabağda misal üçün bir jurnalist bütün sahələrdən yazmasın. Bizim orada sırf iqtisadi jurnalistlərimiz olmalıdır ki, bu adamın işi zavod və fabrika. Qarabağın iqtisadi məsələlərini işıqlandırmaqdır. Elə deyil bu günləri. Bu gün yəni deyim, iqtisadi jurnalistlərimiz var, kifayət qədər, hamısı Bakıdadır. Və buradan distant olaraq baxırlar mənzəriyə. Elə olmalı deyil. Bizim orada misal üçün deyək, ayrıca bir sosial sahə üzrə bağlı jurnalistlərimiz olmalıdır. Bizim yaxşı reportaj hazırlayan qələm ustalarımız var. Çox gözəl reportaj hazırlayırlar. Onlar da başlarlar. Bizim o Qarabağda olmalıdır bir neçə elə jurnalistimiz ki, orada həyatı belə deyək də bir fərqli formada təqdim eləsin. Ümid edirəm ki, növbəti mərhələdə bunlar hamısı həll olunacaq.